Göyçə gölünün həqiqi tarixi Azərbaycan torpağı. Bu, Göyçə gölüdür. Qafqazın incisi, qədim Azərbaycan torpağı. Onun adı Sevan deyil, Göyçədir. Əsrlərdir bu adla tanınıb. Göyçə gölü dəniz səviyyəsindən 1900 metr yüksəklikdədir. Ətrafı Basar keçər, Ağbulaq, Qaraqaya, Alçalı, Qızılca kimi kəndlərlə əhatələnib. 18-ci 19-cu əsr mənbələrində bu ərazi Göyçə mahalı kimi qeyd olunub. Həm Osmanlı, həm də Qacar dövründə Azərbaycan torpağı sayılırdı. 1828-ci ildə Rusiya imperiyası Cənubi Qafqazı işğal etdikdən sonra bölgəyə İrandan və Osmanlıdan 10 minlərlə erməni köçürdü. Göyçə mahalında 80-dən çox Azərbaycan kəndi vardı. Bığlı Hüseyin, Zeynalağalı, Rəhmankənd, Ağqala, Əyrivəng, Qızılcıq, Abulkəndi, Noradüz, Böyük Məzrə, Kiçik Məzrə, Kəsəmən, Göysu, Qareyman, İnəkdağı, Qışlaq, Kəvər, Quləli, Kosa Məmməd, Paşa kəndi, Dəli Qardaş, Küzəcik, Başkənd, Heyranız, Hətəmxan, Vəli Ağalı, Təzəkənd, Dəlikdaş, Gölkəndi, Aşağı Adyaman, Yuxarı Adyaman, Əbdül Ağalı, Gözəldərə, Ağqıraq, Aşağı Qaranlıq, Yuxarı Qaranlıq, Zolağac, Qolanlığırlan, Alçalı, Qarasaqqal qışlağı, Yarpızlı, Zağalı, Qızılbulaq, Qırxbulaq, Qanlı Allahverdi, Basar keçər, Qoşabulaq, Aşağı Keyti, Salman kəndi, Baş Keyti, Şişqaya, Ellicə, Daşkənd, Daşkeyti, Tatlı qışlağı, Zərzibil, Zot, Əyricə və digər kəndlər. Sizlər də şərhlər bölməsində əlavələrinizi yazın. Hamısı Azərbaycan türklərinə məxsus idi. 1920-ci ildə bolşeviklərin qərarı ilə Göyçə və Zəngəzur bölgələri Ermənistana verildi. Bununla da Azərbaycan öz qədim torpaqlarından biri ilə vidalaşdı. Sovet dövründə Göyçə gölünün adını dəyişdirdilər, Sevan dedilər. Amma bu ad tarixi və kimliyi dəyişə bilmədi. Göyçə gölü Azərbaycan xalqının yaddaşında yaşayır. Tarix silinsə də bu ad, bu torpaq bizim qəlbimizdədir.